Təsəvvür edin. Molla Nəsrəddin gedib çıxır Westerosa. Bəli, bəli. Daenerys Targaryenin düşərgəsinə. Daenerys istəyir gücünü göstərsin. Mollanı aparır düz o 3 nəhəng əjdahanın qabağına. Daenerys qürurla deyir: Bax Molla, bunlar mənim əjdahalarımdır. Od püskürürlər. Mənim üçün bütöv krallıqları yandırırlar. Belə heyvan görmüsən? Molla diqqətlə baxır. Ay xatun. Hə, möhtəşəmdir. Bəs bunlar sutkada nə qədər arpa yeyir? Daenerys mat qalır. Arpa? Sən nə danışırsan? Bunlar ancaq ət yeyir. Qoyun, inək, düşmənlərimi. Molla başını buluyur. Vay, vay, vay. Yazıq heyvarlar. O boyda krallıq yandırırlar, amma bir dənə təmiz arpa üzü görmürlər. Ay xatun, biraz bunlara arpa ver. Yoxsa bu boyda heyvanlar acından adamın üzünə od püskürərlər. Heç xəbərin də olmaz.